ve Allah'ın dine davet etmek, Allah'ın yoluna, Kur'an ve sünneye davet etmek hakkında. Ve Allah Teala'nın dinine, Allah'a davet etmek, peygamberlerin, Resulların, elçilerin vəzifəsidir. Və beləcə Allah'a davet edenler, peygamberlerin, Resulların varisləridirlər. Və adətən ölən insanı yalnız ona en yakın olanı miras götürür, varis olur. Ve Allah Teala Zekeriya hakkında buyurur ki, Zekeriya dua edir. Ve Allah Teala'dan isteyir, فَهَبْلِ مِلَّدُنْكَ وَلِيَّ Özün tərəfindən mənə bir vali, yani əvəz edən, ardıcıl bəxş elə. يَرِثُنِي وَيَرِثْ مِنْ آلِ يَعْقُوب Mənə varis olsun və Yaqub əhlinə. وَجَعَلْهُ رَبِّ رَضِيَّ və ey Rəbbim onu razı qalınmış birisi. Və Allah Teala Zekeriyanın duasını qəbul edir. Aleyküm. Ve Allah Teala ona Yahya'nı verir. Ve Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İnnel ulemâ'e varâfetul enbiya. Həqiqətən alimlər peygamberlerin varisləridirlər. İnnel enbiya lem yuvarithu dinaran ve dirhama. Peygamberler ne dinar ne de dirhem miras koymuyorlar. İnnemâ varratul ilm. Onlar ilim mirası koyublar. Femen ehade bihi ehade bihaddin vafirin. Ve kim de ondan götürürse büyük bir pay götürmüş olar. Ve her birimiz de, her bir Müslüman da davetçidir. Allah'ın yoluna davet etmek her bir Müslüman üzerinde farzdır. İlim öğrenmek, Allah'ın dinini öğrenmek, amel etmek, davet etmek ve bütün bunlara sabretmek her bir Müslüman üzerinde borçtur. Allah Teala'nın Fussilet suresinde buyurduğu Allah'a davet edenler hakkında bu ayet Allah'a davet eden insan için fazilet olarak, şeref olarak kifayettir. Allah Teala buyurur: وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَى إِلَى اللّٰهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ Allah'a davet eden, salih emel eden ve ben Müslümanlardanım diyenden daha güzel söz danışan kim olar? Ve Allah'a sadik şekilde ihlasla davet edenden daha üstünü yoktur. Ve danışığı daha yaxşı, daha güzel olan başkası olabilmez. Danışığı, sözü en güzel, en yaxşı olan o kəsdir ki, o Allah'a çağırır, Allah'a davet edir. Öz dəstəsinə yox, yalnız Allah'a davet edir. Ve Allah'a çağıran insanlar, Allah'a ibadet etmeye, Allah'a bağlanmağa, Allah'tan qorxmağa, Allah'ı sevmək, Allah'tan ummaq, bütün bu mənalara davet edenler Allah'ın sevdiği insanlardır. Allah Teala'nın övliyalarıdır. Hasan-ı Basri deyir ki, Allah'a çağıranlar, Allah'a ibadete davet edenler, onlar bu ümmetin seçilmişleridir, saflarıdır. Ve bu ümmetin möhkəm qalasıdır. Xəstəliyinin dərmanıdır. Yaralarına məlhəmdir. Fitnələr vaxtı, pozuntu vaxtı və insanların dinlərində sarsıldığı vaxt, bunlar sabit qalan bir dəstədir. Tövhidə ve Allah Resulü sallallahu aleyhi ve sellem yoluna, sünneye çağıranlar, davet edenler bu ümmetin
ən xeyirləridir. Və bunlar sanki döyüş meydanında süvarilərdir. Düşmənlə qarşı-qarşı durduğu var. Düşmən qarşısında sabit olanlardır. İxlasla, sabit şəkildə tövhidə və sünnəyə dəvət edənlər bu ümmətin həqiqi haqqı ilə dərdini çəkənlərdir. Gecə və gündüz çalışırlar ki, bu ümmətin izzəti, şərəfi, üstünlüyü bu ümmətə qayıtsın. Necə ki, bu ümmətin əvvəlində bu şərəf, bu izzət var idi. Tövhidə və sünnəyə, Allah Resulü sallallahu aleyhi ve sellem yoluna çağıranlar saf, təmiz, pak insanlardır. Elə bir dövrdə ki, fikirlər, anlayışlar, əqidələr və mənhəclər başqa şeylərlə bulanmışdır. Tövhid və sünnəyə dəvət edənlər şəriət ilimlərini saf mənbəydən, suyun mənbəyindən sanki götürənlərdir. Pis, yaramaz fikirlərdən uzaq duranlardır. Hansı ki, bu fikirlər ümmətin bəzi fərdlərinə gəlib yapışır. Tövhidə və sünnəyə Allah Resulü sallallahu aleyhi ve sellem yoluna dəvət edənlər şəriəti və əqidəni qoruyan keşikdə duranlardır. Allah Resulü sallallahu aleyhi ve sellem sünnəsini himayə edənlərdir. Doğru düzgün şəriət ilimlərinə dəvət edənlərdir. Və bu ümməti azğınlıqdan, zəlalətdən qoruyan sanki gecəni oyaq qalan keşikçilərdir. Və dəvət edənlərin, Allaha çağıranların fəzilətləri çoxdur. Saymaqla bitməz. Onların üstün cəhətləri çoxdur, kamillikləri çoxdur. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Kəmulə minər-rical kəfir, kişilərdən kamilliyə çatan çox olmuşdur. Lakin qadınlardan isə yalnız Firavunun qadınıƏsiyə, İmranın qızı Məryəm və Ayşənin də başqa qadınlara üstünlüyü sərid yeməyinin digər yeməklərə üstünlüyü kimidir. Yəni, sərid yeməyi ərəblərdə üstün, dəyərli yemək sayılır. Lakin hər bir insan nə qədər üstün olsa da, istər Allahın dininə dəvət edən dəvətçi olsun, elm əhli olsun, lakin insan naqisdir. İnsan acizdir. Əgər Allah tərəfdən yardımı, köməyi, Allahın dəstəyi olmasa insan xeyrə müvəffəq ola bilməz. Və bəzən də Allahın dininə dəvət edərkən insana müəyyən naqisliklər gəlir. Bəzən insan dəvətdən geri çəkilir. Və hər birimiz də dəvətçiyik, ailədə, qohumları, qonşuları və hər birimiz Allahın dininə dəvət etməliyik. Və bu, insana şərəf olaraq kifayətdir ki, Allah Resulü sallallahu aleyhi ve sellemin vəzifəsidir. Lakin bəzən insanın geriləməsi olur və səbəblər də ümumən üçdür. Alimlər zikr edir ki, üç səbəb var ki, bu üç səbəblə insan dəvətdən geri qalır. Birincisi, dinin zəifliyi, din, iman. İkinci, elmin zəifliyi. Üçüncüsü isə ağlın zəifliyi. Yəni, dinin zəifliyi nədir? Birinci, ixlas. İxlas, insanın xilası üçün yoldur. İxlas, hər bir əməlin möhkəm dayağıdır. Əgər ixlasa, niyyətə xələl gələrsə,
əməl boşalır. Sanki əsası tökülən bir ev kimi. Və bu da Allah Resulü sallallahu aleyhi ve sellem'in sözüdür ki, Allah elçisi sallallahu aleyhi ve sellem buyurur, İnnemâ ya'mel bin niyyət. Əməllər yalnız niyyətlərlədir. Və innemâ li kullin bin mənəvə. Hər kişiyə də niyyət etdiyi şey vardır. Süfyan Səuri deyir ki, mən niyyətimdən daha şiddətli, daha çətin bir şeyi müalicə etməliyim. Süfyan Səuri hansı ki, dünyanın imamı idi. Əgər bunu deyirsə, onda bizim kimi aciz insanlar necə? Və İmam Əhməddən, İmam Əhmədə zikr olunanda sadiqlik və ixlas deyir ki, insanlar bununla ucaldılar. Sadiqlik və bir də ixlas. Yəni, insanın sadiqliyi nədir? Dili, sözləri, əməlləri qəlbinə uyğun olması. Fudeyl ibn İyada oğlu Əli deyir ki, atacan, Allah Resulü sallallahu aleyhi ve sellem səhabələrinin sözləri, kəlamları necə də şirindir. Və deyir ki, oğul, bilirsən nə üçün? Deyir, xeyr, atacan, bilmirəm. Çünki onlar danışıqlarıyla Allah'a istəyirdilər. Danışıqlarıyla Allah'a istəyirdilər. İbn-i Has deyir ki, kim niyyətini ixlasla Allah üçün edərsə, onun danışdığı sözlər daş qəlblərə təsir edər və onu yumuşallar. İbn Teymiyyə deyir ki, Allah üçün ixlas odur ki, insanın məqsədi, muradı Allah olsun. Onda qəlbindəki hikmət, qəlbində olan hikmət bulaqları dilindən fışqıracaqdır. Və hər bir dəvətçiyə vacibdir ki, xalis olsun niyyəti, ixlaslı Allah üçün. Nə riyakarlıq, nə eşitdirmək, nə ki, insanların tərifi, insanların onu öyməsi olmamalıdır. Çağırır yalnız Allah'a. Və Allah tələ buyurur, Qul hədihi səbini ədğu ilallah. Deyir, bu mənim yolumdur, Allah'a çağırıram. O mənə əhsənu qavlən mimmən də'a ilallah. Allah'a çağırandan daha gözəl danışan kim ola bilər? Və insan hər bir dəvətçi və şək yoxdur ki, hər bir müsəlman da dəvətçidir, Allahın dininə çağırır, Allah'a çağırır insanları, Allah'a qul olmağa çağırır insanları, Allah'a ibadətə çağırır və hər bir dəvətçiyə də vacibdir ki, niyyətini ixlasda etsin. Və bu özü ən mühüm, ən uca əxlaqdır. Ən gözəl, ən uca əxlaq insanın ixlaslı olmasıdır. Yəni, kiməsə özünü göstərmək, riyakarlıq, eşitdirmək yox, xalis Allah görmək. Alimlərdən birisine soruşurlar ki, yəni bu zəiflik, bu pasiflik, hansı ki, bəzi dəvətçilərdə iman zəifliyi, pasiflik görsənir. Və deyir ki, bu xəstəliklərdən birisine qayıdır. Hansı ki, bu əsrdə çox dəvətçilərə üz verən xəstəlikdir və bu da dəvətdə ixlaslı olmamaq. Və sonra buyurur ki, bugün dəvət kəlməsi bəzi insanlarda bir peşə, sənət olmuşdur. Və sanki özündə olan elmi bir sənət, bir peşə kimi istifadə edir. Və imamlardan birisi deyir ki, dəvət edənlər 4 qismdir. Birincisi o insandır ki, dəvət edir çünki Allaha dəvət edən dəvətçilərin əxlaqından təsirlənmişdir. Ona dəvətçilərdən birisi tərəfindən bir problem, bir naqislik hasil olarsa dəvət tərk edir və Allaha dəvət edən insana qarşı düşmənlikdir. Və bunu da məqsədinin naqis olduğuna görə Allah adına müvəffəq etmir dəvətə. İkinci qism o insandır ki, dəvət edir, çünki dəvət edərkən öz problemlərinin həllini görür. Öz rəğbət və istəklərinin əldə olunmasını dəvət edərkən tapır. Nə vaxt ki, halı düzəlir,
vəziyyət yaxşılaşır, dünyası çoxalır, onda dəvəti tərk edərək dünyası ilə məşğul olur. Və bunu da Allah Teala niyyətinə görə cənablaşdırır. Üçüncü o insandır ki, dəvət edir çünki dəvətdə savab və əcr vardır. Dəvət etməkdə nə var? Savab, əcr vardır. Və bu insan əcr və savab əldə etmək üçün dəvət edir. Məqsədi ancaq özünün mənafiidir. Və görəndə ki, həsənət və savablar başqa əməllərdə daha asandır, onda dəvət tərk edir. Dördüncü qism isə Allah'a çağıranlardır. Allah'a dəvət edir çünki dəvət etməyi Allah əmr etmişdir. Allah Teala Allah'ın dininə dəvət etməyi hər müsəlmana vacib etmişdir deyə bu insan Allah'a dəvət edir, Allah'a çağırır. Sözləri ilə, əməlləri ilə, danışığı ilə, halı ilə. Bu insan ibadətdədir. Bu ibadəti yerinə yetirir çünki Allah'ın, Rəbbinin əmri olduğu üçün. Məqsədi kamildir. Niyyəti kamildir çünki Allah Teala'nın əmrini başa düşmüşdür. Və belə insana Allah Teala sabit edir, ona yardım edir və Allah Teala bunun səbəbi ilə insanları hidayət edir. Və bu da insanlar içərisində mənzili dərəcəsi ən ucu olandır. Və belə insan Allah Resulü sallallahu aleyhi ve sellemin ümmətindəki xəlifəsidir, ardıcılıdır. Və Allah Teala'dan istəyirəm ki, bizim hamımızı Peyğəmbər sallallahu aleyhi ve sellemin ardıcılarından etsin. Və həmçinin buyurur ki, hər kim dəvətin əsasını, məqsədini tərk edərsə və öz hava, nəfsi istəyinə uyğun dəvət edərsə, çox bəlalarla mübtəla olar. Və misal olaraq da, birinci özünü təmizə çıxarmaq. Ucub, özündən razılıq, təkəbbürlük gələr. Şan şöhrət, vəzifəyə hərislik olar. Başqalarını aşağılayar. Allaha dəvət edən dəvətçilərin eyiblərini eşələməyə başlayar. Öz nəfsi istəkləri, şəhvətinə görə mal xərcləyər. Allahın dini üçün xərcləməyi tərk edər. Salih əməllər, fərz əməllər onun üçün ağır olar. Mübah şeylərdə genişlənər. Yemək, içmək, yatmaq, gəzintilər. Və bu insana vaxtlarını boş mübahisələr və şəhvətlərin ardınca getməklə vaxtlarını zay etmək bu insana asan olar. Və hər bir dəvətçidə də ixlasın zəif olmasının əlaməti vardır. İxlasın zəif olmasının əlaməti odur ki, insan əgər şöhrəti sevirsə, məclislərdə önə keçməyi sevirsə, tərifi sevirsə, deməli, ixlas zəifdir. Və həmçinin əlamətlərindən hörmətləndirməyi sevir ki, buna hörmət qoysunlar, bunu ucaltsınlar. Məclislərdə bunun üçün yer versinlər, genişləndirsinlər. Toplantılarda sözü buna versinlər. Əgər məclisdə onun üçün genişləndirilməsə, ona danışmaq üçün məcəl imkan verilməsə qəzəblənir. Adı toplantı və iclaslarda, yığıncaqlarda adı çəkilməsə, qəzəblənir. Əgər ona işarə olunmursa, qəzəblənir. Və həmçinin xütbə verərkən sevir ki, xütbəsinə görə tərif eləsinlər. Mühazirə verirsə əgər, sevir. Qəlbində sevgi var ki, mühazirəyə görə onu tərifləsinlər. Dərs verdikdə sevir ki, dərsinə görə tərifləsinlər. Kitab yazdıqda qəlbində sevgi var ki, yazdığı kitablara görə tərif olunsun. Namazda əgər namaz qıldırırsa, Quran oxuyursa, qiraətinə görə təriflənməyi sevir. Və başqa hansı ki, bütün bunlar qəlb xəstəlikləridir. Qəlbdə olan gizli xəstəliklərdir və bunu da yalnız aləmlərin Rəbbi olan Allah bilir. Və Allah da belə insanı qəlbinə görə mühakimə edəcəkdir. Və bütün bu zibillərdən də xilas olmağın yolu ancaq ixlasdır. Ancaq ixlasdır. Nə üçün zibil adlandırılır? Çünki Allah Resulü sallallahu aleyhi ve sellem
hədisdə zibil adlandırır. İştəni bu hədil qadurat, bu zibillərdən çəkinin, hansı ki Allah belə qadağan etmişdir. Və ixlas müvəffəqiyyət əldə edənin müvəffəqiyyətinin sirridir. İxlasın olmaması insanın müvəffəqiyyətsizliyinin sirridir. Hansı ki bundan çox dəvətçilər, islah istəyənlər qafil olurlar. Əgər əməllərimizdə ixlas zəif olarsa və yaxud da ixlas olmazsa, onda bizim əməllərimiz havada uçan, heç bir faydası olmayan toza bənzəyər. Toz kimi olan, heç bir qiyməti yoxdur, dəyəri yoxdur. Və həmçinin təsiri olmayan bir tozdur. Və yaxud da bərəkəti olduqca çox az olar. Səmərəsi yox kimi olar. Lakin ixlas olarsa əgər əməllərimizdə, əməllərdə ixlas olarsa, Allah Teala'nın izni ilə açıq, aydın səmərəsi görsənər. Salih niyyət, yaxşı niyyət insanı ən uca məqama qaldırır. Amma yaxşı olmayan niyyət, pis niyyət isə insanı ən aşağıya salır. Necə ki İbn Mübarək deyir ki, nə qədər az əməllər olub ki, onu yaxşı niyyət böyüdüb, əzəmətli etmiş, çoxaltmışdır. Və neçə-neçə çox əməllər var ki, pis niyyət onu aşağılamışdır. Və daimən dəvət edən insan, Allah'a çağıran, Allah Resulü sallallahu aleyhi ve sellemin yoluna çağıran insan daim xatırlamalıdır. İxlas və əksi olana, ixlasın əksi olan riyadır. Özünü göstərmək, tərif sevgisi, şöhrət sevgisi, vəzifə sevgisi və s. bunlar haqqında gələn hədə dəlillərini xatırlamalıdır. Hansı ki, Əbu Hureyra rəvayət etdiyi hədisdə gəlir ki, qiyamət günü cəhənnəm ilk olaraq 3 şəxslə avlandırılacaq. Və onlardan da birisi alimdir desinlər deyə elm öyrənən insan. Gözəl oxuyandır, qaridir desinlər deyə Kur'an əzbərləyən, Kur'an oxuyan insandır. Və şair deyir ki, alimun bi ilmihi lem ya'melen muazzabun min qabli ubbadil vətən. Elminə əməl etməyən alim bütpərəstlərdən əvvəl əzab veriləcəklər. Və o da bu hədisə görə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü cəhənnəm ilk olaraq 3 nəfərlə avlandırılacaq. Elm öyrənən, sədəqə verən və bir də Allah yolunda döyüşən. Lakin üçünün də niyyəti olub ki, insanlar desinlər, insanlar sevsinlər, insanlar tərifləsinlər deyə. Lakin bütün bunlara baxmayaraq, yenə də müsəlman, yəni Allaha dəvət edən heç vaxt ümidsiz olmamalıdır, nəfsi ilə mübarizə aparmalıdır, ixlaslı olmağa nəfsini vadar etməlidir və hər əməlimdə düşünməlidir ki, bunu nə üçün edirəm? Çünki bunu mənim Rəbbim əmr etmişdir. Allah Teala görsün, Allah Teala bilsin, Allah Teala'nın əmrini yerinə yetirim. Yəni insan özünü Allaha göstərməlidir, məxluqata yox. Əgər belə olarsa, Allah Teala insanı müvəffəq edə, ixlaslı olmağa və Allah Teala buyurur Ankabut surəsində وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا Bizim yolumuzda çalışanları, cihad edənləri biz öz yollarımıza yönəldərik və həqiqətən Allah muhsinlərlə bərabərdir. Muhsin, yəni yaxşı əməl sahibi deyilir. Allah'a ibadətdə muhsin, Allah'ı görürmüş ki, ibadət edən və Allah'ı görməsə də bilir ki, Allah onu görür. Və insanlara rəftarda muhsin isə o insandır ki, imkanları nədirsə onunla insanlara fayda verməyə çalışır. Elm varsa elmi ilə insanlara fayda verir. Hörməti varsa kiminsə yanında hörməti ilə fayda verir. Malı mülkü varsa malı ilə və həmçinin fiziki gücü ilə insanlara fayda verməyə çalışır və olur muhsinlərdən. İbn-i Cəmaə deyir ki, bəzi sələflər demişlər, biz elmi Allah'tan qeyrisi üçün öyrəndik, lakin elm bizi Allah üçün olmağa yönəltdi. Yəni insan ola bilər birinci başlayanda elmi öyrənir başqa niyyətlə, xoşuna gəlir deyə və yaxud da yoldaşlar öyrənir, bu da öyrənir. Lakin öyrəndikcə sonradan elm insanı yönəldir ki, niyyətini düzəltsin, ixlaslı olsun. Və tərəf edən insan da daim onu fikirləşməlidir ki, ixlaslı olmağa çalışmaq. Dua edərək, Allah'tan istəyərək ki, Allah ilə niyyətini islah etsin.
Və Allah tərəfdən istəyirəm ki, bizim niyyətlərimizi islah etsin, xalis onun üçün etsin və məxluqat üçün bir pay olmasın niyyətimizdə. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.